Xoş gördük, əziz dinləyicilər. Bilirsiniz, artıq Ukrayna-Rusiya müharibəsinin 4 ili tamam oldu və bu 4 ilin tamam olması münasibətilə Avropanın bütün o tərəqqipərvər qüvvələrin rəhbərləri Ukraynaya təşrif buyurdu və bunu bir növ qeyd etdilər. Amma bütün bunlarla bərabər əlbəttə biz nə deyirik? Xatırlayırsınızsa 4 il bundan əvvəl və yaxud da hər çıxışımda, hər videomda, hər canlı yayımda mən sizlə danışdıqda bildirirdim ki, Rusiya strateji cəhətdən məğlub olub. Kim bu sualı verirdisə deyirdim strateji cəhətdən məğlub olub. Bəli. Bu günləri biz bunu nəyə görə deyirdik məğlub olub? Strateji məğlubiyyət nədir? Bax, bunu mən istəyirəm sizə bu 4 ilin sonunda istəyirəm ki, bir izahını verək və niyə məğlub olub və məğlubiyyət nədir? Bunu izah elə. Xatırlayırsınızsa, Rusiyanın məqsədi o idi ki, biz Ukraynanı tuturuq. Ukraynanı tutduqdan sonra ora bir qondarma, bir kukla, Medvedchuk deyilən birini gətirib qoyacaq. Ondan sonra artıq bu bölünmüşdü ki, neçə günə Moldova tutulur, bir günə Moldova tutulur, 7 günə deməli Orta Asiya tutulur, 7 günə də Qafqaza ayıracaqdılar və şərti adı Rusiya, yəni Sovet İttifaqı 2 olan bir proje həyata keçiriləcək və bununla da biz nəyi şahid olacağıq? Artıq heç bir müstəqillikləri kövrək olan məhz köhnə MDB ölkələri tamamilə Rusiyanın əsarətinin altına düşəcəkdir və bu da Avropada bundan sonra bir belə deyək, bir gün görməyəcəkdir. Artıq Avropa üçün də böyük bir təhdid yaranacaqdır. Amma biz 4 ilin sonunda nəyi gördük? 4 ilin sonunda biz bunu gördük ki, Ukraynada heç nə dəyişə bilmədilər. Bugün Rusiya müharibədən çıxmaq istəyir. Çünki bütün resurslarını məhv etmiş Rusiya strateji cəhətdən tamamilə məğlub olub. O qlobal güc olaraq artıq sayılmır və regional bir gücə çevrilib. Sadəcə olaraq indi çalışır ki, o atəşkəsə geçsin. Nə qədər torpaq almışdı, bunu nə qədər itirib, bununla işim yoxdur. Amma bugün Moldovaya baxdıqda artıq Moldovada kifayət qədər öz müstəqilliyini həyata keçirdib. Azərbaycan, Qafqaz artıq Amerikanın çox böyük bir, nəhəng bir dostuna çevrilib. Azərbaycan və Ermənistan və bir növ Qafqaz da məhz Amerikanın nüfuz dairəsinə çevrilib və buradan da Rusiya çıxıb. İndi isə Orta Asiyanın artıq belə deyək bir müharibəsi gedir. Orta Asiyada demək olar ki, Rusiyanın yox, artıq Çinin əhatə dairəsidir. Amma Avropa və Amerika istəyir ki, oranı da öz nüfuz dairəsinə çevirsin, yəni oranı da öz müttəfiqinə çevirsin. Baxın, budur strateji məğlubiyyət, bax, budur dərin məğlubiyyət. Biz bu dərin məğlubiyyətdən, strateji məğlubiyyətdən danışdıqda bunu deyirdik. Hələ Kiyevi tutan, Xarkovu tutan, Xersonu tutan bir Rus ordusu tamamilə burada məğlub oldu və geriyə çəkildi və bu günləri isə tam ortada böyük bir araşdırma ilə ortaya çıxıb ki, 200 mindən çox insanın atası, anası bəllidir. Adı, familiyası və atasına qədər bəllidir ki, 200 min insan ölüb. Faktiki olaraq adıyla bəlli olub. Amma birisi itkilər də ümumilikdə isə 1 milyon 300 minə çatıb ki, və bu da əlbəttə böyük bir fəlakətdir və bu günlər isə Rusiya böyük bir maliyyə fəlakətinə doğru gedir. Düzdür, bununla bərabər həm də o ağır günlərdə ki, biz 7 günə alacağıq dedikdə də burada əlbəttə ki, dünyanın və bu günləri yaşayan əfsanələrindən biri olan biz İngiltərənin, Böyük Britaniyanın baş naziri olan Johnsonu da heç vaxt yaddan çıxartmalı. Johnsonun, yəni İngiltərənin, Böyük Britaniyanın əməyi çox böyükdür. Bəs onun da dəstəyi sayəsində Zelenski duruş gətirə bildi və ən böyük onun, mən deyərdim ki, bəşəriyyətə, elə bizim üçün, Azərbaycan üçün və bütün MDB ölkələri üçün və bəşəriyyət üçün ən böyük xidməti o oldu ki, İstanbulda Ukraynanın məğlub edilməsinin bir növ qarşısını aldı. Çünki orada bir məğlubiyyət vardı. Ukraynanı elə bir şeyə məcbur edirdilər ki, bu həqiqətən bir məğlubiyyət olacaqdı və Rusiya sonra bayaq saydığım məsələlərdə bütün MDB ölkələrində tuta biləcəkdir. Amma bütün bu məğlubiyyətin qarşısında əlbəttə ki, Boris Johnsonun uzaqgörənliyi oldu və Zelenskindəki əlbəttə ki, mətanəti. Bu mənada əlbəttə mən bütün Ukrayna xalqını və bütün bəşəriyyəti təbrik edirəm. Ukrayna xalqı bütün bəşəriyyət üçün bu müharibəni apardı və bizim üçün də bu müharibəni apardı. Əgər Ukraynanın fədakar müharibəsi olmasaydı, inanın mənə, biz müstəqillikdən danışa bilməzdik. Təşəkkür edirəm diqqətinizə görə.